Alinoya təşəkkürümü bildirirəm bu təşkilatçılıq üçün. Həqiqətən mənim üçün böyük bir fəxrdir. Vaxtı biraz dəyişdik, amma əsas odur ki, alındı. Və mənim soy adımın adaşı olan Nigar Köçərliyə xüsusi təşəkkürümü bildirirəm. Və istəyirəm burada onu qeyd edən, yəqin ki, bu səsimi eşidəcək və hər dəfə bunu deyirəm. İlk addımlarımı atanda, hələ onda mənim Ərəb əlifbası kitabım çıxmışdı. Söhbət 2000 bəlkə də 12-dən gedir, 2012-dən. İlk mənə dəstəyi Nigar Köçərli göstərib. Alinonun Targovu filialında mənə xudmani bir yer idi, balaca bir yer idi və orada kiçik bir təqdimat etmişdi və orada məni böyütmüşdü. Həm yaş olaraq, həm güc olaraq böyütmüşdü və mən elə oradan da addımladım və düşündüm ki, daha yaxşı yerlərə çatacağım. Bu dəstək çox önəmlidir və mənim üçün çox böyük iz buraxdı ki, mən də özümdən sonra Nigar Köçərli kimi məhz kitab sevənlərə, kitab uğrunda özünü fəda edənlərə dəstək olun. Və tövsiyə edirəm ki, hər biriniz belə olar. Nigar xanım həmişə mənə dəstək olur, sərgilərində, keçirəndə və s. Həmişə Şahbaz bəy də bizim dostumuzdur və yenə də minnətdaram. Deməli, Əli və Yenoda görüşürük. Bir çox filialları var və bizim kitablarımız, yenə də deyirəm, mənim ilk, hələ nəşriyyat falan açmamışdım, ilk yazarlıq fəaliyyətindən bütün mağazalarında hər zaman kitablarım çox gözəl təqdim olunur və satışı həyata keçirilir. Burada da həmçinin var. Və dünən mənə deyiləndə ki, sizin neçə ədəd özünüzə aid kitab var. Bilirsiniz ki, bizim nəşriyyatımız da var, Ting nəşriyyatı. Məncə reklam edə bilərəm. Çünki həmin nəşriyyatın öz kitabları da burada satışda olur, hamısı. Mənə deyəndə ki, sənin özünə aid neçə əsər var. Birdən çaşqınlığa düşdüm, doğrudan da tapa bilmədim neçə ədəd. Və saytımıza daxil olub saydım, gördüm ki, maşallah 40 əsərin müəllifiyəm, sən demən, amma bu necə yığılıb, mən heç özüm də bilmirəm. Bunu da ona görə deyirəm ki, uşaqlara xüsusən bunu demək istəyirəm ki, əsas məsələ say deyil, əsas məsələ başımıza aşağı salıb öz işimizi görməkdir. Demək ki, say önəmli deyilmiş, sadəcə sevərək onu etmək önəmliymiş. Sonradan sayı da böyük görəndə bu da bir motivasiya olur. Bu o deməkdir ki, mənim 40 növ müxtəlif kitabımı, siz, mikrofon işləmədi, amma səsim gəlir, yəqin ki. 40 növ müxtəlif kitabımı siz buradan əldə edə bilərsiniz, yəni mənə aid olan kitabımı və bu günün və bu saatın da əsas məqsədi ondan ibarətdir ki, imzalı əldə edə bilərsiniz. Düzdür, biz davamlı kitab sərgiləri olanda orada çalışıram gəlim və imza saatı olsun, imzalı kitablarım olsun sizdə, amma məhz bugün və bu saatda Alinoda satışı olan bizim kitablarımız siz əldə edə bilərsiniz və mən onu imzalaya bilərəm. Bu həm uşaqların yaddaşında gözəl bir iz buraxar, həm də ki mənim öz yaddaşımda. Bax belə. Uşaqlar hamısı məni tanıyır. Burada sosial şəbəkədən gələnlər var aranızda. Bir dənə siz gəlmişsiniz. Digərləri isə oxucular olaraq məni tanıyırlar yəqin ki. Və kitablarından təbii ki, biraz danışacaq və çox imkan verəcəm ki, sizlər mənə sual verəsiniz. Var sual olanlar? Aranızda rus bölməsi olan uşaqlar da var bildiyim qədərilə. Rusca da sual verə bilərsiniz, heç bir problem yoxdur. Amma mən dilimizə sadiq qalaraq Azərbaycanca cavab verəcəm. Çünki bilirəm, hamınız çox gözəl bilirsiniz. Hətta önəmli olan odur ki, rus bölməsinin uşaqları mənim Azərbaycanca kitablarımı əldə edirlər və müəllimlər buna təşəbbüs göstərir və mən buna çox sevinirəm, hər dəfə də bunu paylaşıram. Baxmayaraq ki, bizim tərcümə olunmuş rusca ədəbiyyatımız da var, amma yenə də bunlar mənim kitablarımı, xüsusən vətənpərvərlik kitablarını Azərbaycan dilində oxuyurlar. Və suallarınızı gözləyəcəm sizdən. У вас есть такие книги, которые вам помогали дети? Nə vaxt ki, mən yazırdım. Mənim elə kitablarım varmı ki, alqışlayaq sual verəni, çünki çox cəsarətli qızdır. Mənim elə bir kitabım olubmu ki, uşaqların kömək edib onu yazmaqda. Əslində, bayaqdan ondan danışıram. Bir kitabın yazılmasında əsas önəmli olan ideyadır. İdeya mənbəyini mənə uşaqlarım verir, yəni ki. Amma bəzi korrektə məsələləri var ki, mənim Asiya qızım mənə kömək edir. Mən başa düşdümmi? Möcüzəli bir yox. Sualın cavabını verim. Əslində bizim nəşriyyatda var belə kitablar. Adubankini tövsiyə edərəm. Diana Quşanovanın. Elə burada satışı da olmalıdır. Paralelный mir və var bu. Yəni siz yəqin məlumatlısınız.
Борьба между добром и zlом побеждает добро, əla kitabdır o. Bunu qoyuram qırağa. Biz bunu da nəzərə alırıq. Ona görə nəşriyyatda bunu edirik başqa müəlliflərin. Amma mən daha çox realistik janrda yazan bir yazıcıyam. Mən daha çox baxsaz görərsiniz ki, real hekayələr üzərində işləyə bilirim.